İngilis dilində demək olar ki, hər kəsin etdiyi o məşhur səhvi düzəldirik. Təsəvvür edin, hava istidir sözünü tərcümə etmək istəyirik. Təsəvvür edin ki, beynimiz dərhal sözbəsöz tərcümə edir. Məsəl üçün, is hot və yaxud da ki, hot. Amma bu səhvdir. İngilis dilində hər bir cümlənin sahibi olmalıdır. Orada konkret bir şəxs və yaxud da ki, əşya yoxdursa, köməyə gizli qəhrəmanımız it gəlir. Biz bu it sözünü tərcümə etmirik, sadəcə cümləni tamamlamaq üçün bura qoyuruq. Məsəl üçün, it is hot. İstidir. It is late. Gecdir. It is raining. Yağış yağır. Şablon qaydaları əzbərləməyi buraxın. Bəs uşaqlar, gecə yarısıdır sözünü kim tərcümə edər?